Nə atamı, nə də anamı tanıyıb bilmişəm. 8 il nənəmlə birlikdə yaşamışam. 8 yaşımda ailəm gəlib məni nənəmdən zorla aldı. Nənəm çox imkanlı olduğundan yoxluq görməmişəm. Ailəmin yanında qaldıqdan sonra isə artıq o imkan yox idi. Artıq ərköyün qızı deyil idim, yoxluğa öyrəşdim. Müəllimliyə qəbul olmuşdum, 1-ci kursda oxuyurdum. Yaxın müəlliməmə iş axtardığımı, pula ehtiyacım olduğunu dedim. Müəlliməmin tərifi ilə nəzarətçi götürdülər. Hər kəs işimdən razı idi. Bir gün WhatsApp-ıma bir oğlan məndən xoşu gəldiyini yazdı. Sevgiyə inanmırdım və məni narahat etməməsini dedim. Səhərsi gün yenə yazdı. Mənim haqqımda hər şeyi araşdırıb bildiyini dedi. Mən bloka atdım. 2-3 ay keçəndən sonra sosial şəbəkəmi tapıb oradan yazdı. Cavab vermədiyimi görüb postları bəyənib yorum yazırdı. Mən də artıq bezdim. Məni niyə narahat edirsən yazdım. Fikrim ciddidir. Haqqınızda hər şeyi maraqlanmışam. İnanın mənə, sevgimə, əziyyətimə dedi. Bir müddət yazmadım, cavab vermədim. 5-6 aydan sonra şans verdi. Mənlə görüşmək istədiyini dedi. Mən bacımla getdim. O isə xalası qızı ilə gəlmişdi. Nənəm mənə 8 il baxıb onu razı sal dedi. Axşam oğlan anası nənəmlə və anamla danışdı. Ailəm razı idi, amma konkret hə demirdilər. Bir ay sonra oğlana hə dedim, danışdı. Ancaq telefonla danışırdıq, səsli, görüntülü. İşdən çıxıb uzaq məsafəni məni görməyə gəlirdi. Ailəm artıq qəbullanmışdı. Həmin ayı məhərrəmlik girdiyi üçün elçi gəlmədilər. Qərara gəldik ki, sentyabrda söz qoyaq. Biz dalaşdıq, mən bilmədən ona bitdi dedim. Sağollaşdı, yazmağını gözlədim. Ad günümdə sözümüz olacaqdı. Ad günümdən bir gün sonra nişan xəbərini aldım. Travma aldım, nə vaxtsa dönməyini gözləyirəm.